Ucar rayonunda da faciə ilə nəticələnən olay baş verib. Hadisəyə iş görərkən torpağın uçması səbəb olub. Nəticədə telefon xətləri çəkən fəhlələrdən 3 nəfəri torpağın altında qalıb. Bir nəfər ölüb, Sumqayıt və Göygöl sakinləri isə xəsarət alıblar. Bakı-Qazax magistralının Ucar rayonunun Qulabənd kəndi ərazisində yolun kənarında təmir bərpa və telefon kabeli çəkilişi işləri aparan 3 nəfər torpaq uçqununun altında qalıb. Olay zamanı bir nəfər fəhlə torpağın altında qalaraq dünyasını dəyişib. Hadisə mayın 18-i saat 12:00 radələrində baş verib. Hadisə yerinə gələn Ucar rayon Fövqəladə Hallar Nazirliyinin xilas etmə qrupu tərəfindən ölən fəhlənin meyidi çıxarılıb. Həmçinin orada işləyən daha 2 nəfər Sumqayıt sakini 1969-cu il təvəllüdlü Rasim Talıboğlu Abbasov və Göygöl rayon sakini 1961-ci il təvəllüdlü Məhəbbət Şəfəqoğlu Vəliyev xəsarət alıblar. Hazırda onlar Ucar Mərkəz rayon xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Ucar rayon prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Kamil Balakişiyev, Samir Göyçaylı, LTV Ucar.